Hər vaxtınız xeyir. MİQ və sertifikasiya hazırlayan ibtidai sinif müəllimlərimizi nəzərinə çatdırım ki, artıq bundan sonra biz sizə ödənişsiz formada maksimum dəstək olacaq. Elə bir dəstək ki, inanmıram ki, hansısa ödənişli dərsə qoşulanda sizə bu formada, bu cür geniş miqyasda və bu cür keyfiyyətdə xidmət göstərsin. Təbii ki, bu mənim şəxsi fikrimdir. Dərslər YouTube kanalımızda ödənişli şəkildə paylaşılandan sonra özünüz də baxıb dəyər verəcəksiniz. Təbii ki, bu da sizin seçiminiz olacaq. Amma dəstək qarşılığı olmalıdır. Biz sizə maksimum dəstək göstərməyə çalışacağıq və bu dəstəyimizi davam etdirməyə çalışacağıq. Bunun müqabilində siz də bizə dəstək olmalısınız. Aylıq 20 AZN ödəniş etməklə bizim sınaq qrupumuza qoşulursunuz və bizə dəstək olmuş olursunuz. Amma sınaq qrupuna da boş-boşuna qoşulmursunuz ha. Sınaq qrupuna da qoşulanda həm bizə dəstək olmuş olursunuz, həm də biz sizi biraz daha mükəmməl bir şəkildə təkmilləşdiririk. Görün nələr əldə edirsiniz. Sınaq qrupuna qoşulanda, artıq bu ödənişli qrupa qoşulanda deyirəm nələr olacaq. Ki, qoşulmayanlar buradan da olsa öyrənə biləcəklər. Sınaq qrupuna qoşulanlar mövzu sınaqları əldə edirlər. Elə belə mövzu sınaqları deyil bu. Baxın, məsəl üçün 6 dənə sınaqdır. Baza dərsini əhatə edən sınaqlar, o öz yerində. Ondan sonra MHM kitabı başlamır. Siz 2 mövzu izahını izlədiniz, o 2 mövzu testini işləmədiniz. Bax, o 2 mövzunu əhatə edən mövzu sınağı 1. Mövzu sınağı 2-də digər 2 mövzunu əhatə edən mövzu sınağı. Mövzu sınağı 3-də hər 2 dənədən bir. Başdan ayağına öyrənmişsə o bax, bir ilə ikinci sınaqdakı mövzular. Yəni indiyə kimi nə öyrənmişsə onların qarışıq sınağı. Bax, mövzu sınağı 4-də 2 mövzu, mövzu sınağı 5-də 2 mövzu, mövzu sınağı 6-da yenə də 1-dən 5-ə kimi. Yəni başdan ayağa. Yəni həftə 3 dəfə mövzu sınağı paylaşılacaq və təbii ki, onların izahı. Bir dəfə mövzu sınağı, ikinci dəfə mövzu sınağı, üçüncüdə isə yenə mövzu sınağıdır, amma başdan ayağa. Növbəti həftə mövzu sınağı 2 dənə. Üçüncüdə 2 həftə bir yerdə başdan ayağa. O bir həftə mövzu sınağı yenə də başdan. Yəni bu formada 40 dənə mövzu sınağının və mövzu sınağının izahını izləyəcəksiniz, işləyəcəksiniz və izləyəcəksiniz. Və imtahana 1-2 ay qalmış vaxtda isə ümumi sınaqları keçdik. Hazırda burada 80-dən çox ümumi sınaq var. Əlavə sınaqlar da əlavə olacaq. 2-3 ay qalmış isə gündəlik biz sizə sınaqlar verəcəyik və həmin sınaqların izahını verəcəyik. Və bundan da əlavə bizim ödənişli WhatsApp qrupumuzda olacaq. Daha doğrusu ödənişli WhatsApp qrupumuzda olacaqsınız həmin qrupa qoşulanda. Həmin WhatsApp qrupunda da gün ərzində kimin nə sual yazır, gecə gündüz səhər sualını yazır və mən sutka ərzində mütləq şəkildə cavablandırıram o sualları. İstər sınağa aid, istər YouTube-da izlədiyi mövzu izahına aid sual yarana bilər, istər başqa bir vəsaitdən sual yarana bilər, fərqi yoxdur. İbtidai sinif müəllimlərini əhatə edə biləcək bütün suallara bir yerdə müzakirə eləməyə mən hazır, təbii ki, riyaziyyatdan, başqa fəndən demirəm. Belə, ağlıma gələn bütün məlumatları verdim. Əlaqə nömrəsi burada olacaq, 077 325 70 77 nömrəsinə WhatsApp-da yazaraq dərslərimizə qoşulub həm bizə dəstək olmuş olarsınız, həm də özünüzü biraz da təkmilləşdirmiş olarsınız və ümid edirəm ki, bizə mütləq şəkildə dəstək olacaqsınız. Keçək videomuza. Hər vaxtınız xeyir. Bu dəfəki mövzumuz fəza fiqurlarıdır. Bəlkə başqalarına çətin gələ bilər, fəza fiqurlarından qorxa bilərsiniz. Qətiyyən qorxmayın. Bu mövzu bizim üçün çox asan olacaq. Mən buna əminəm. Siz də bu əminliklə mövzu izahını izləyin. Ümumi planını verirəm sizin üçün fəza fiqurlarını nə öyrənəcəyik? Cəmi 4 dənə şey. Nədir bu? 1, 4 dənə şey deyim, 4 dənə başlıq da yəni. 1, prizma, 2, piramida, 3, düzbucaqlı paraleliped, 4, kub və salam. Prizma nədir? Piramida nədir? Düzbucaqlı paraleliped nədir? Kub nədir? Biz bunları tam ətraf şəkildə başa düşsək, düsturlarını öyrənsək ki, onsuz həm başa düşdük su kimi, düsturlarını da öyrəncək, düsturlar çətin deyil, amma biz hələ məntiqlə də tam tutacaq ki, əslində bu fiqurlardan danışılır, nədən danışılır və bizim üçün heç bir çətinliyi olmayacaq, buna əmin olun və bu rahatlıqla video izahı izləyin. Hətta prizma və piramidanın mövzu izahı üçün mən başqa bir video izahım var, onu bu videoma birləşdirəcəm montajla. Mən bir yerdən sonra dayanacağım və onu birləşdirəcəm. Siz o video izaha baxandan sonra mən tezdən davam edəcəm. O video izah bitəndən sonra. Video baxanda özü görəcəksiniz də ardıcılığı, yəni yapışdıracağım bir-birinə. Niyə burada izah vermirəm prizma və piramidanın izahını? O video izahı yapışdırıram ora. Çünki o video izahı mən hazırlamışdım 5-ci sinif şagirdləri üçün. 5-ci sinif şagirdləri onu su kimi başa düşürsə, siz hay-hay başa düşürsünüz. Orada xüsusi proqramlardan da istifadə eləmişəm. GeoGebra proqramı var. O proqram vasitəsilə biz prizma, piramidanın boş düsturlarını deməmişəm. Prizmanın nə olduğunu, nə formada görsəndiyini, niyə prizma dediyimizi, piramidanın nə olduğunu, nə formada görsəndiyini, hansı üzlərinin necə görsəndiyini o proqram vasitəsilə göstərmişəm. Tam məntiqini tutmuşuq. Tam məntiqini tutandan sonra da öyrənmişik ki,
Düsturlar. Düsturlar çox asandır, amma o düsturlar yadımdan çıxsa belə mən o məntiqi tutduğum üçün heç vaxt o düstur yadımdan çıxmaz. Birincidən əvvəldən mən bu fiqurların nə olduğunu anladığım üçün. Deməli, o düsturları nə öyrənəcəksiniz? Təpə nöqtələrin sayını, yan üzlərinin sayını, ümumi üzlərinin sayını, son nə idi? Təpə nöqtələri, yan üzlər, ümumi üzlər, tillər. Hə, bir də tillərin sayını. Vəssalam. Bu 4 dənə şey həm prizma üçün, həm piramida üçün öyrənəcəksiniz. Bitdi. Ümid edirəm ki, indi keçirik video izaha və video izahda siz hər şeyi tam anlayacaqsınız. Video izahdan sonra isə mən düzbucaqlı paralellepiped və kubun izahına keçəcəyəm. Keçək videomuza. Mövzumuzun adı fəza fiqurlarıdır. Bu mövzunun izahını vermək üçün əlbəttə kitabdakı terminləri də oxuyacağıq, başa düşməyə çalışacağıq, təhlil edəcəyik, öz bildiyimiz formada göstərməyə çalışacağıq və bir dənə proqram yükləmişəm, GeoGebra, düzdür, mən özüm də tez ələm qurdalamışam proqramı, amma az-çox biraz öyrənmişəm. O proqramı necə yükləmişəm, o sizə lazım deyil, yəni. O proqramı yükləmişəm çünki fəza fiqurlarını çoxsu görə bilmir. Yəni ki, uşaqların çoxsu fəza fiqurunu görə bilmir. Yəni ki, mən başa salsam da, bir 40% başa düşəcək, 60% yox. Amma mən ümid edirəm ki, həmin proqram vasitəsilə fəza fiqurlarını göstərəndə sağını, solunu, üzünü falanını ən azından bunu 80-90% rahat şəkildə başa düşəcəksiniz. 10% də diqqətsizlik etdiyi üçün başa düşməz yəqin ki. Başlayaq. Birincisi əvvəldən deyim ki, fəza fiqurları haqqında danışanda bu mövzuda prizma və piramidalar haqqında danışılır. Ona görə hinddən yazın. Prizma və piramida. Birinci bu sözləri yadda saxlayın. Prizmalar və piramidalar. Yazıram bura. Prizma, bir də piramida. Qorxmayın, hamısını su kimi öyrənəcəksiniz. Çox asan bir mövzu olacaq. Diqqətlə, qulaq asıyoruz, həvəslə dinləsiniz. Maraqlı da mövzudur. Prizmalar var və piramidalar var. Birinci prizma haqqında yazıblar. Prizmanın iki paralel üzü, onun alt və üst oturacaqları, digər üzləri isə yan üzlərdir. Bunu oxuduq, heç nə başa düşmədik. Bu nədir? Paralel üzü, alt və üst oturacaqları. Əlbəttə başa düşməsiniz. Gəlin, hər dəfə kitabdan oxuyaq, sonra gedək başa düşməyə çalışaq, sonra gələk tezdən həmin cümləni oxuyaq, görün onu necə rahat şəkildə başa düşəcəksiniz. Gəlin, birinci mən bunu axıra kimi tamamlayayım. Prizma oturacağındakı fiqurun adı ilə adlandırılır. Prizmanın yan üzlərinin sayı oturacaq çoxbucaqlısının tərəflərinin sayına görə dəyişir. İndi keçək bu proqrama, o cümləni tezdən oxuyacağıq. Mən burada öz izahımı verməyə çalışım sizə. Bir dənə prizma çəkməyə çalışaq. Məsələn, üçbucaqlı prizmadan başlayaq da. Siz biraz səbirli olun. Bir dənə üçbucaq çəkməyə çalışım burada. Baxın. Üçbucaq. Üçbucağı çəkdik. İndi bunu prizma formasına götürək. İndi diqqətlə qulaq asın, başa düşməyə çalışın. Baxın, prizma nədir? Prizma üçün, məsəl üçün, üçbucaqlı prizma deyirlərsə, üçbucaqlı prizma. Üçbucaqlı prizma deyəndə bunu başa düşün. Deməli, bir dənə fiqur var, cisim var. Fəza fiqurlar cisim formasında olur. Yəni ki, bir dənə cisim var. Bu fiqurun oturacağı üçbucaqlıdır. Əgər üçbucaqlı prizma deyirsə, bu fiqurun deməli oturacağı üçbucaqlıdır. Yəni ki, üçbucaqlı çəkirik. Bu üçbucaqlı. Və baxın. İndi bunu qoy çəkim. Sonra kitaba da qayıtacağam. Deməli, baxın, bu üçbucaqlı prizmadır. İndi üçbucaqlı prizmanın oturacaqları var. Yəni ki, aşağısı, belə rahat görə bilirik də. Aşağısı və yuxarısı. Görürsünüz, göstərə bilirəm. Aşağısı və yuxarısı. İkisi nədir? Üçbucaqdır. Aşağısı və yuxarısı. İndi, qayıdıram, kitabdan tezdən oxuyuram. Baxın, prizmanın iki paralel üzü, bunu demək istəyir. Prizmanın iki dənə paralel üzü var. Yəni ki, bu üçbucaqla, baxın, bu üçbucaqla yuxarıdakı, bu üçbucaq bir-birinə paraleldir. Görürsünüz? Bax, bu da bu istiqamətdə gedir, bu üçbucaq da bu istiqamətdə. Yəni ki, bu üçbucaqla bu üçbucaq bir-birinə paraleldir. Bunu demək istəyir. Prizmanın iki paralel üzü, onun alt və üst oturacaqları, görürsünüz, altda və üstdədir. Alt və üst oturacaqları adlanır. Deməli, prizmanın iki dənə oturacağı olur. Alt və üst. Digər üzləri isə yan üzlərdir. Yəni, yan üzlər də hansılardır? Qaydaq bu üzə, bir dəqiqə proqramanı. Bu da yan üzlərdir. Baxın, bir dənə yan üz, görürsünüz, bu üzbəüz biz nədir? Fırladıram, ikinci yan üz, fırladıram, üçüncü yan üz bu formada. Yəni ki, bunlar, atın bunu belə özü fırlansın, bunlar yan üzlərdir. Yaxşı, bunlar yan üzlərdir,
və bunlar oturacaqlardır. Prizma başa düşürsünüz. Deməli, prizma deyiləndə, tezdən başa salmalısınız. Prizma o deməkdir ki, iki dənə paralel fiqur olur. Yəni ki, aşağıda və yuxarıda eyni fiqur bir-birinə paralel olur. Eyni ölçüdə fiqurlar və eyni fiqurlar. Və sonra bunların yan üzləri olur. Bunlara oturacaq deyirik. Prizmanın oturacaqları bunlara yan üzlərdir. Yəni, yanda onlara yan üzlər, yuxarı və aşağıda bir-birinə paralel olan hissələrinə isə oturacaqlar deyilir və buna prizma deyilir. Əgər bir cisimdə iki dənə üz bir-birinə paralel və eyni fiqurlardan ibarətsə, biz bu fiqura nə deyəcəyik? Bu cisimə nə deyəcəyik? Prizma deyəcəyik. Və sən bunu ömürlük yadda saxlayın. Və əgər siz bunu başa düşmüsünüzsə, çox güman ki, tezdən qayıdıram bura. Bu cümləni rahat başa düşürsünüz. Prizmanın iki paralel üzü, onun alt və üst oturacaqları, digər üzləri isə yan üzlərdir. Və deyir ki, prizma oturacağındakı fiqurun adı ilə adlandırılır. Yəni, prizma bir dənə şey deyil. Prizma ümumi bir addır. Cürbəcür prizmalar var. 3 bucaqlı prizma, 4 bucaqlı prizma, 5 bucaqlı prizma, 6 bucaqlı, 10 bucaqlı, 15 bucaqlı prizma. Və deyir, prizma nədir? Oturacağındakı fiqurun adı ilə adlandırılır. Bax, bunu demək istəyir. Baxın, indi biz bu prizma adını necə deyəcək? Boş prizma deməyəcək. Deyəcək ki, 3 bucaqlı prizma. Çünki bunun oturacağı nədir? Bax, aşağısı və ya yuxarısı. Oturacaq bunlar da, düzdür? Bunun oturacağı nədir? 3 bucaqlıdır. Və biz buna 3 bucaqlı prizma deyəcəyik. Bu qədər sadə. Artıq prizmanı başa düşürsünüz. 4 bucaqlı olsaydı biz buna 4 bucaqlı prizma deyərdik. 5 bucaqlı olsaydı 5 bucaqlı prizma deyərdik. Gəlin bir dənə 3 bucaqlı prizmadan əlavə başqa bir prizma da çəkək, siz başa düşə biləsiniz deyə. Məsələn, bu dəfə 4 bucaqlı prizma çəkək. Bir dəqiqə. Mən bunun tezəsini açım. Yeni. Daha saxlanıc eləmirəm. 4 bucaqlı prizma çəkməyə çalışaq. Birinci bir dənə 4 bucaqlı çəkək. Elə 4 bucaqlı çəkirik. Əla. İndi prizma çəkməyə çalışaq. Baxın, oturacaq 4 bucaqlıdır. Düzdür, bir dənə 4 bucaqlı yuxarı qalxızıram. Görürsünüz? Oldu 4 bucaqlı prizma. Və salam, bu da hazır. Baxın, bunu oturacağı 4 bucaqlı olduğu üçün biz buna 4 bucaqlı prizma deyirik. Biz 6 bucaqlı olsaydı, oturacağı nə deyəcəkdik? 6 bucaqlı prizma. Bu qədər asandır. Artıq siz prizmaları necə oxumağı da bildiniz, prizmanın nə olduğunu da bildiniz. Prizma nədir? 2 dənə oturacaq olur, bir-birinə paralel və bu 2 dənə paralel fiqurlar eyni fiqurlar olur və eyni ölçüdə fiqurlar olur və bu zaman prizma yaranır. Yaxşı? İndi bu prizmanın yenə də yan üzlərini görürsünüz. Atın bu özünüz baxın. Yavaş-yavaş göstərir sizə. Bir dəqiqə saxlayaq. Bax, bu yan üzləridir. Görürsünüz? Bu yan üzləridir. Oturacağı hansıdır? Aşağısı və yuxarısı. Yəni ki, bir-birinə paralel olan bu 2 dənə fiqur, yəni ki, 4 bucaqlı bizim prizmamızın oturacağı. Ona görə biz bunu necə adlandıracağıq? 4 bucaqlı prizma adlandıracağıq. Keçdik. Prizma haqqında danışdıq. Artıq bu abzası başdan ayağa başa düşdük. Prizmanın iki paralel üzü onun alt və üst oturacaqlarının digər üzü isə yan üzlərdir. Bunu başa düşmüşük. Bax, prizmanın oturacaqlı fiqurunun adı ilə adlandırılır. Yəni ki, 3 bucaqlıdırsa oturacağı 3 bucaqlı prizma, 5 bucaqlıdırsa 5 bucaqlı prizmadır. Yəni ki, oturacağındakı fiqurun adı ilə adlandırırıq prizmanın. Prizmanın yan üzlərinin sayı oturacaq çoxbucaqlısının tərəflərinin sayına görə dəyişir. Bir söz nə demək istəyir? Bax, bunu da başa düşün. Əgər bir prizmanın oturacağı 4 bucaqlıdırsa, bax 4 bucaqlı da, bunun yan üzlərinin sayı 4 dənə olacaq. Bax, yan üzlərindən danışan 1, 2, 3, 4. Dəqiq əmin olmaq üçün 4 dənədir. Gəlin belə başlayaq. Bir dənə A hərfanı. Bir dəqiqə. A zadı var burada. Fərqi yoxdur. Bax, B-dən başlayaq. Bax, B-dən başlayırıq. Bax, B-dən başlayaq. Bu 1 üz. Bu ikinci üz. Bu üçüncü üz. Və bu da dördüncü üz. Görürsünüz, bax, tezdən gəldim B-yə. B-dən başladım. Bax, B-nin bu tərəfinə başladım. 1, 2, 3, 4. Deməli, oturacağı 4 bucaqlı olduğu üçün 4 dənə yan yüz olur. Bəs birdən oturacağı 6 bucaqlı olsaydı, o zaman nə olacaq? 6 dənə yan yüz olacaq. 7 bucaqlı olsa 7 dənə yan yüz olacaq. Yan yüz deyirəm. Amma ümumi üzlərin sayısı nə olacaq? Ümumi üzlərin sayı yan üzlərinin sayına üstəgəl 2 gələcək. Yəni ki, yeri gəlmişkən bunu da artıq düsturunu verək, məntiqində başa düşmüşük. Prizmada üzlərin sayını soruşanda, belə deyim, üzlərin sayını soruşanda üz. Gəl bunu silim, aşağısına yazaq. Baxın, prizmada bizdən üzlərin sayını soruşa bilərlər. Üzlərin sayını.
tillərin sayını mən qısa-qısa yazacağam. Til və təpə nöqtələrin sayını soruşa bilərlər. Təpə. Deməli, biz prizmanın nə olduğunu bildik. Düzdürmü? Necə oxunur bildik. Adlı necə adlandırılır. Bir şəkli görəndə bildik biz bunu necə adlandıraq. Bunun hamısı başa düşdük. İndi prizmanın üzlərinin sayı neçə nə olacaq? Əgər bir prizma n bucaqlı prizma deyilirsə, n-ni elə belə deyilir. Məsəl üçün 7 bucaqlı ola bilər n-nin yerində, 8 bucaqlı ola bilər, 12 bucaqlı fərqi yoxdur. Nə deyirsə, prizmanın üzlərinin sayı neçə nə olacaq? N üstə gəl 2. N üstə gəl 2. Niyə? Niyə n üstə gəl 2 oldu? Çünki bir prizma n bucaqlıdırsa, məsələn 10 bucaqlıdırsa, deməli onun yan üzlərinin sayı neçə nə olacaq? Bayaq öyrəndik. 10 dənə. Çünki demiş ki, oturacaq neçə bucaqlıdırsa, yan üzlərinin sayı da o qədər olur. Yəni ki, prizmanın üzlərinin sayı, yan üzlərinin sayı n qədər olacaq. Üstə gəl 2 hardan gəldi çıxdı? Çünki məndən ümumi üzlərin sayını soruşur. Yan üzləri, məsələn 10 bucaqlıdırsa 10 dənə olur. Üstə gəl 2, bax bunun oturacaqları da var. Aşağı və yuxarı, o paralel olanlar. O oturacaqlar da 2 dənə olur da həmişə. 2 dənədən artıq olmur, az da olmur. Prizmadırsa bunun 2 dənə oturacağı olur. Aşağı və yuxarı. Plus 2 də oradan əmələ gəlir. Ona görə də rahat şəkildə sizdən soruşanda ki, şifadə deyə bilərsiniz, 12 bucaqlı şəkil çəkməyə ehtiyac yoxdur, şəkilə baxmağa ehtiyac yoxdur. Deyirsə ki, 12 bucaqlı prizmanın neçə dənə üzü var? 12 üstə gəl 2. Avtomatik beynə fikirləşəm ki, 12 bucaqlıdırsa bunun oturacağı 12 bucaqlıdır. Oturacağı 12 bucaqlıdırsa deməli bunun 12 dənə yan üzü var, düzdür? Və 12 yan üzü varsa üstə gəl 2 dənə də oturacağı var, aşağı və yuxarı. Deməli 12 üstə gəl 2, 14 dənə üz əmələ gəlir. Deməli üzdən sayını real şəkildə tapa bildir. Keçdik. Bəs tillər nədir? Keçək bu üzrə, hələ bu fiqurun üzərində baxaq. Tillər, baxın bu xəttlərdir. Çəkilmiş xəttlər. Yəni neçə dənə xətt varsa, onu soruşur bizdən. Tillər bu deməkdir. Tillərin sayı neçə dənə olur? Fikir verin. Düsturu çıxarış edəcək. İndi bu 4 bucaqlıdır. Düzdür? 4 bucaqlı prizmadır. Çünki bunun oturacağı nədir? 4 bucaqlı. Yuxarısına aşağısına baxın 4 bucaqlıdır. Əgər 4 bucaqlı prizmadırsa, deməli bunun aşağısında neçə dənə xətt var? Baxın. Aşağısında 4 bucaqlı var da 4 dənə. Adı üstündə 4 bucaqlısı, deməli aşağıda 4 dənə xətt var bir oturacağında. Bəs digər oturacağında yuxarıdakı da 4 bucaqlı olur da, deməli burada da 4 dənə xətt var. Deməli 2 dənə 4 saydıq bu şey. Niyə 8 demirəm? Başa düşürsünüz. 2 dənə 4 saydıq. Bəs burada başqa xəttlər də var. Bu 2 dənə oturacağı birləşdirən yenə də 4 dənə xətt var. Yəni ki, bunun 4 dənə təpə nöqtəsini və aşağıdakının 4 dənə təpə nöqtəsini birləşdirən bu xəttlər var. Bax 1, 2, 3, 4. Deməli, oturacaq 4 bucaqlı olanda 4 dənə xətt aşağıda, 4 dənə xətt yuxarıda və 4 dənə xətt də aşağı ilə yuxarını birləşdirən xəttlər. Deməli, 3 dənə 4 yarandı. Və buradan biz düstur çıxarda bilərik. Deməli, əgər oturacaq 6 bucaqlı olsaydı, deməli 6 dənə xətt aşağıda, 6 dənə xətt yuxarıda, yəni ki, til yuxarıda və 6 dənə də onların təpə nöqtəsini yuxarıdan aşağı birləşdirən xətt olacaq. Yəni ki, 3 dənə 6 olacaqdı. Deməli, biz buradan düstur çıxardırıq ki, əgər bizdə n bucaqlı prizmanın neçə tili var soruşanda, düsturumuz nə olacaq? 3 vur n. Çünki bayaqda 3 dənə oldu. Aşağıdakilər, yuxarıdakilər və aşağı ilə yuxarını birləşdirənlər. Deməli, məsələn, bizdən, misal üçün deyək, 8 bucaqlı prizmanın neçə tili var soruşulsa, 3-ü 8-ə vuracaq, cavab olacaq 24. Bəs 15 bucaqlı prizmanın neçə tili var soruşanda, nə şəkil çəkirəm, nə bir şey. 15-ü üstə vuracaq, 45. Yaxşı? Keçdik təpə nöqtələrin sayına. Təpə nöqtələrin sayı üçün də düsturu göstərim sizə. Bir dəqiqə başqa yerə girdim. Deməli, təpə nöqtələrin sayını soruşanda, baxın, yenə də 4 bucaqlı prizma üzərindən göstərirəm. 4 bucaqlı prizmanın aşağısında 4 dənə nöqtə var. Düzdür? Başqa yerdə nöqtə var? Yox, bir də yuxarısında 4 dənə nöqtə var. 1, 2, 3, 4. Bəs salam. Deməli, 2 dənə 4 dənə nöqtə olur. Bir aşağıdakı oturacaq, bir də yuxarıdakı oturacaqda. Deməli, 4 bucaqlı prizmadırsa bu 4, 4. Yəni ki, 2 dənə 4, yəni ki, 8 dənə təpə nöqtəsi oldu. Və buradan düsturumuz nə olacaq? Təpə nöqtələrin sayını soruşanda 2-ni vurcuq n-ə. Yəni ki, n bucaqlı, məsələn, 12 bucaqlı prizmanın neçə təpə nöqtəsi var soruşanda 2-ni 12-yə vuracaq. Bu da nə deməkdir? Əgər 12 bucaqlı prizmadırsa, bunun oturacağında 12 dənə təpə nöqtəsi var da 12 bucaqlından. Və həmçinin yuxarısında da eyni figurda 12 dənə təpə nöqtəsi yuxarıda var. Aşağıda nöqtələr yoxdur. Yəni ki, belə deyəndə aşağıda var, yuxarıda var. Aşağı ilə yuxarını birləşdirmək üçün əlavə necə nöqtə əzad falan heç nə yoxdur axı. Şəkildən də görürük. Əsas nöqtələr harda olur? Oturacaqlarda. Və tezdən qayıdıram həmin şəkilə. Mən niyə hər dəfə bunu açıram? Bir dəqiqə. Hə. Tezdən. Hanı? Bu lazım bizə. Qayıdıram həmin şəkilə. Nöqtələr ancaq hardadır? Yuxarıda və aşağıda. Yəni ki, oturacaqlar. Başqa bir nöqtə var? Yox. Bunlar xəttlərdir sadəcə olaraq. Deməli, ona görə də
20 bucaqlı prizmadırsa, deməli oturacağı 20 bucaqlı və 20 dənə təpə nöqtəsi burada var, 20 dənə də yuxarıda. Yəni ki 2 vur 20. Bu qədər sadə. Düsturumuz nə oldu? 2 vur n. Bəs hamısını öyrəndik. Prizmanı mükəmməl şəkildə bütün məlumatlarını dəqiqliklə verdik. Yəni narahat olmayın. Keçək piramida. Yazaq bura piramida. Piramida da n bucaqlı olacaq. Gəlin bir dənə bu. Belə eləyək bunu cədvəl kimi. Bax piramida da üzlərin sayı üçün düstur bura yazacağam. Amma hələ birinci piramidanı öyrənək. Tillərin sayı üçün bura, təpələrin sayını tapmaq üçün düsturu bura yazacağam. N bucaqlı piramida üçün. Amma hələ birinci piramidanı öyrənək. Prizma bildik ki, bayaq öyrənəndə və 2 dənə üzü olur. Yəni ki, çox üzü olur. O heç. Yəni ki, bir-birinə paralel 2 üzü olur və eyni fiqurdan ibarət olur və biz bu zaman buna prizma deyirik. Bəs piramida nədir? Piramidanın bir dənə oturacağı olur. Bir də ucu biz gedir. Yəni ki, bax şəkillərini görürsünüz. Piramida deyəndə Misir ehramları da yadınıza düşür. Nə olur? Ucu bizdir də. Deməli, piramidadan danışanda piramidanın prizma kimi 2 dənə bir-birinə paralel üzü olmur. Yəni ki, bax məsələn burada şəkildə görürsünüz, 2 dənə bir-birinə paralel üz var. Amma bu prizmadır. Piramidada isə bir dənə aşağı olur, yuxarıda üz olmur. Yəni ki, buna paralel üz olmur. Yuxarısı gedir bir nöqtəyə birləşir. Yəni ki, bir dənə oturacaq olur və o oturacağın bütün nöqtələri gedir bir nöqtəyə birləşir. Yəni piramidanı da çəkməyə çalışaq. Bir dəqiqə. Bunu bağlayaq, təzəsini açaq. Yenisi. Saxlanıc eləməyə ehtiyac yoxdur. Bunu da açaq. Hanı? Neçə bucaqlı piramid? Burada da hazır piramid olmalıdır. Bir dəqiqə. Deməli. Baxın. Gəl. Bu da oldu bizim piramidamız. Yəni bunu da götürüm, çevirim üçün. Baxın, bu oldu piramida. Piramida da prizma kimi oturacağına görə adlanır. Bunun bir dənə oturacağı vardı, amma o birisi kimi 2 dənə deyil. Oturacağı nədir bu piramidanın? Bax, oturacağı budur da. Bax bu. Bu piramidanın oturacağı nə oldu? 3 bucaq. Oturacağı 3 bucaq oldu. Həmişə 3 bucaq olur? Yox. Yəni piramidanın oturacağı 5 bucaq, 12 bucaq. Nə istəyən ola bilər. Deməli, hal-hazırda 3 bucaq olduğu üçün biz bu piramida nə deyəcəyik? 3 bucaqlı piramida. Prizma kimi. Bunu da oturacağına görə adlandırırıq. Çox sadə. Demək olar ki, prizma ilə eyni şeydir. Sadəcə olaraq bunun nədir? 2 dənə oturacağı yox, bir dənə oturacağı var və o bir dənə oturacağına bütün təpə nöqtələri gedir, yuxarıda bir nöqtəyə birləşir. Deməli, nə oldu? Piramida oturacağı görə alınır və buna 3 bucaqlı piramida deyəcəyik. Və piramidanın da yan üzlərinin sayı prizmada olduğu kimi oturacaq neçə bucaqlıdırsa, yan üzlərin sayı o qədər. Məsələn, oturacaq nədir? 3 bucaqlı indi görürük, düzdür? Deməli, yan üzlərin sayı da 3 də olmalıdır. Bax, 1, bax, bu ikinci yan üz, bu da üçüncü yan üz. Və sıram, sonra tezdən eyni şey başlayır. 1, 2, 3. Deməli, nə oldu? Oturacağı neçə bucaqlıdırsa bu piramidanın, deməli, yan üzləri də o qədər olur. Məsələn, bu piramidanın oturacağı 4 bucaqlı olsaydı, yan üzərinin nə olardı? 4 dənə. Gəlin, qayda bir dənə 4 bucaqlı piramidada çəkməyə çalışaq. Bir dəqiqə. Bağlayaq bildirişi. Getdi, YouTube-a girdi. Mən nə edirdim? Fikrimi yayındırdı bu bildiriş. Bir dənə çox bucaqlı çəkək, yəni 4 bucaqlı çəkək. Birinci bunu bağlamalıyıq da biz. Deyirəm, axı nəsə. Yenisini açaq. Bir dəqiqə, vaxtımız biraz gedəcək. Yeni. Qayd etmə. Əla. Bura gələk. Bir dənə 4 bucaqlı çəkməyə çalışaq. Hələ 4 bucaqlı. Sonra bunu piramida formasına salaq. Bu da oldu bizim piramidamız. Bayaq 3 bucaqlı piramida çəkmişdik, düzdür? Bu da oldu 4 bucaqlı piramida. Tam aydın başa düşərsiniz yəqin ki artıq. Bax, oturacağı nədir? Bax, yəni aşağı elədim. Aşağısı nədir oturacağı? 4 bucaqlı. Oturacağı 4 bucaqlı neçə dənə yan üz olmalıdır? 4 dənə. Bax, doğrudan da bu 1 yan üz, bu ikinci yan üz, bu üçüncü yan üz, bu da dördüncü yan üz. Dən belə atın fırlansın özü sizdə baxın. Baxın 1, 2, 3, 4. Sonra tezdən başlayır. Düzdür, 4 dənə yan üz oldu. Oturacağı 4 bucaqlı olduğu üçün bunun 4 dənə yan üz oldu və bunu necə adlandırılır? 4 bucaqlı piramida. Bu qədər sadə. Yaxşı, yan üzlərinin sayını başa düşdük. Onda
Bu piramidanın ümumi üzlərinin sayı neçə olacaq? Yan üzlərinin sayının üstünə bir dənə 1 gələcək də vəssalam. Çünki bunun bir dənə oturacağı var. Prizmada nə gəldik? Üstünə 2 gəldik. Yan üzlərinin sayına 2 gəlirdik. Çünki 2-dən əlavə oturacağı var. Bunun amma bir dənə oturacağı var. Deməli bunun üzərinə 1 gələcək. Vəssalam. Bu qədər sadə. Deməli piramidada üzlərinin sayını soruşanda n bucaqlı piramidanın üzlərinin sayını soruşanda n üstə gəl 1 düsturundan istifadə edirsiniz. Mənasını başa düşürsünüz, düsturu əzbərləməyə də ehtiyac yoxdur. Yəni 12 bucaqlı piramida soruşursa məndən deyir ki, 12 bucaqlı piramida neçə üzü var? 13 dənə. Çünki 12 bucaqlı piramidası onun 12 dənə yan üzü var. 12 dənə yan üzü varsa üstə gəl 1. Yəni ki, bir dənə də oturacaq. Ümumilikdə 13 dənə üzü var ümumilikdə. Yaxşı, tillərin sayını soruşanda, yəni ki, xəttlərin sayını soruşanda, gəlin baxaq buna uyğun, tam məntiqi tutun. Əgər tillərin sayını soruşursa, məsələn 4 bucaqlı piramidadan götürəndə bunun aşağıda 4 dənə nəyi var? Xətti var da. Əgər oturacağı 4 bucaqlıdırsa, deməli 4 dənə xətti var və ya n bucaqlıdırsa, deməli n dənə xətti var. Düzdür? Bunu başa düşdüm. Bir də xəttlər hardadır? Yəni ki, tillər. Bir də yuxarıda bir dənə təpə nöqtəsi var. Ora birləşən xəttlər var. Yəni ki, əgər oturacaq 4 bucaqlıdırsa, bunun 4 təpə nöqtəsinə var. Yəni də göstərirəm. Yox, çox aşağını, bax aşağını. Bunun 4 dənə oturacağın təpə nöqtəsindən xırda-xırda xəttləri görürsünüz. Bax, bu təpə nöqtəsi gedib yuxarı birləşir, bu gedir yuxarı birləşir. Yəni ki, 4 dənə xətt çəkilməlidir avtomatik. Yəni ki, n bucaqlı piramidadırsa, n dənə aşağıda xətt olmalıdır və o n dənə təpə nöqtəsini yuxarıya birləşdirən n dənə xətt olmalıdır. n. Neçə oldu? 2 dənə n. Yəni ki, 2-ni n-ə vurmalı. Bu 4 bucaqlı piramidada neçə dənə tili oldu? 4 burada, 4 də yuxarı. 8 dənə. Yəni ki, 2 vur 4. Deməli, buradan düsturumuz çıxır ki, n bucaqlı piramidanın tillərinin sayı 2 vur n-lə tapılır. Məsələn, 9 bucaqlı piramidanın soruşsa bizdən neçə tili var? Şəkildə çəkməyə ehtiyac yoxdur. 2 vur 9, 18 dənə tili var. Bəs 17 bucaqlı piramidanın neçə tili var? 17 vur 2, 34. Deyirəm, 34 dənə tili var. Təpə nöqtələrinin sayını soruşanda isə təpə nöqtəsi neçə dənə olar? 4 bucaqlı piramidadır bu. 4 bucaqlının 4 dənə təpə nöqtəsi var hələ ki. Oturacağının. Düzdür? Deməli, n bucaqlı piramida olsa, oturacağı da n bucaqlı olar. Deməli, n də təpə nöqtəsi olar. Üstə gəl 1. Bir dənə lap təpədə nöqtə olur axı. Yəni, neçə bucaqlı piramida deyirdik. Məsələn, 12 bucaqlı piramida desə, bunun məxrəc deyəcəkdim. Bunun oturacağında 12 dənə təpə nöqtəsi olur. Düzdür? 12 bucaqlıdır da oturacağı. Və plus 1. Bir dənə yuxarıda bir dənə nöqtə orada. Hamısı gəlir oraya birləşir. Xətti soruşmur, təpə nöqtələrini soruşur. Deməli, düsturumuz nə olacaq? N plus 1. Yəni, 4 bucaqlı piramidanın neçə dənə təpə nöqtəsi var? 5 dənə. Bəs 15 bucaqlının 16 dənə. 7 bucaqlının 8 dənə plus 1. Yəni, neçə bucaqlıdırsa üzərinə 1 gəlir. Bu düsturları da su kimi öyrəndiniz. Mən ümid edirəm ki, siz prizma yəni piramidanı rahat şəkildə öyrənirsiniz. Gəlin bu mətni də indi oxuyaq. Bu mətni bayaq oxusaydı heç nə başa düşməzdiniz. İndi rahat başa düşəcəksiniz. Tezini oxuram. Prizmanın iki paralel üzü, onun alt və üst oturacaqları, digər üzləri isə yan üzləridir. Prizma oturacağındakı fiqurun adı ilə adlanır. Prizmanın yan üzlərinin sayı oturacaq çoxbucaqlısının tərəflərinin sayına görə dəyişir. Burada hamısı başa düşürsünüzsə, iki paralel üz nədir bildiniz, oturacaqdakı fiqurun adı ilə adlanır. Biz artıq bilirik, doğrudan oturacaq neçə bucaqlısın onu adlandıraq. Yan üzlərin sayı oturacaq çoxbucaqlısının tərəflərinin sayına görə dəyişir. Yəni ki, oturacağı neçə bucaqlıdırsa, yan üzləri də o qədərdir. Sonra deyir ki, məsələn, oturacaq 5 bucaqlı olan prizmanın 5 yan üzü, cəmi isə 7 müstəvi üzü var. Yəni ki, 5 bucaqlısa oturacağı 5 dənə yan üzü var. Amma ümumi üzlərin sayı neçə dənədir? 7 dənə. Çünki 5 dənə yan üzü üstə gəl 2. Həmin oturacaqlar. Göz 7 alınıb. 7 müstəvi üzü var. Bax, n plus 2-dən istifadə ediblər. Düz prizmanın yan üzləri düzbucaqlılardır. Yəni ki, yan üzlər düzbucaqlılar olur. İndi mən prizmanın şəklini sildim də var. Bax, yan üzlər bunlar idi də, düzdür? Bax, yan üzə baxın. Düzbucaqlıdır. Bax, yan üzə baxın, düzbucaqlıdır. Yan üzlər düzbucaqlı olur. Neyin? Düz prizmaların. Yaxşı. Oturacağı düzbucaqlı olan düz prizmaya düzbucaqlı paraleliped də deyilir. Bu heç, bunun haqqında onsuz keçdik növbəti dərslərdə. Yəni ki, oturacaq biz demirdik 5 bucaqlı piramida, 5 bucaqlı prizma dedik buna, 5 bucaqlısa 6 bucaqlısa 6 bucaqlı prizma, 4 bucaqlısa 4 bucaqlı prizma, düz bucaqlısa düz bucaqlı prizma da deyə bilərsiniz. Amma biz buna başqa adla eyni şey də prizma aiddir. Düz bucaqlı paraleliped dedik. Bunu demək istəyir. Düz bucaqlı paraleliped də deyilir. Bunun haqqında ayrıca keçiləcək. Piramida haqqında danışırıq. Piramida oturacağı istənilən çox bucaqlı olan fəza fiqurudur. Bayaq danışdıq da, yəni ki, hər hansı bir çox bucaqlı ola bilər. Piramidanın yan üzləri ortaq təpəli üç bucaqlardır. Necə ki, bunun yan üzləri düz bucaqlar deyildi. Burada yan üzlər üç bucaqlar olur. Bax, bu üç bucaqdır. Yan üzlərdən danışırıq. Oturacaq nə istəyən olur. Amma yan üzlər avtomatik üç bucaq yaranır. Ortada üç bucaqlardır. Piramidalar oturacaq çox bucaqlısı ilə adlandırılır.
Yəni ki, əgər bunu oturacaqlı 4 bucaqlısa biz buna 4 bucaqlı piramida, 5 bucaqlısa 5 bucaqlı piramida, 3 bucaqlısa 3 bucaqlı piramida deyirik. Prizmada olduğu kimi. Hər şeyi mənə elə gəlir ki, rahat öyrəndik. Hə. Prizma və piramidanın mövzu izahını izlədinizsə, ümid edirəm ki, bu mövzuda hər şey sizə tam aydındır. Sadəcə o videoda bilmirəm qeyd eləmişəm ya yox, qeyd eləməmişəmsə yenə də qeyd eləyim. Şəkillərdə 100% göstərmişəm, amma dillə demişəm ya yox, onu bilmirəm, ona görə qeyd edirəm ki, bunu da yadda saxlayın ki, istənilən prizmanın yan üzləri parallelogram olur, yan üzləri parallelogram olur, oturacağı müxtəlif ola bilər. Məsələn, deyək ki, 8 bucaqlı prizma. Onda oturacaq 8 bucaqlıdır da, yuxarısı da 8 bucaqlıdır, çünki oturacaq ikidə nə olur? Amma yandakı üzlər 100% parallelogram şəklində olmalıdır. Bu bir. İkincisi, piramidanın isə yan üzləri 3 bucaq olur. Oturacaq fərqli ola bilər. Deyək ki, 12 bucaqlı piramida. Yəni oturacağı 12 bucaqlıdır. Təpə nöqtəsi ucu bizdə olsun, yuxarıda işin olmur. Amma bu yan üzlər var ha, oturacaqla işim yoxdur. Yan üzlər həmişə 3 bucaq olur. Tezdən deyirəm. Prizmanın yan üzləri parallelogram olur 100%. Piramidanın yan üzləri 3 bucaq olur 100%. Ha, bunu yadda saxlayın. Hə, keçirəm indi onu öyrənmişsinizsə nə qalıb öyrənməyə bizim üçün? Bir dənə düz bucaqlı paraleliped, bir də kub. Düz bucaqlı paraleliped budur, kub da budur. Hinddən göstərim elə-belə. Onsuz bilirsiniz çoxunuz. Baxan kimi sadəcə mənə elə gəlir ki, çoxunuz düz ki, Rasim bu elə prizmadır da, biz prizma öyrəndik ya, bu elə prizmadır. Düz deyirsən, bu elə prizmadır. Bunu yandırmışam 3 saat danışıram. Həri. Bu elə prizmadır. Çünki prizma xassəsi nə idi? Oturacağı 2 dənə olur. Bunda oturacağı 2 dənədir. Bax, düz bucaqlı. Özü bir-birinə bərabər düz bucaqlılardır və bir-birinə paraleldirlər. Amma bu prizmadır da, düzdür, bu prizmadır. Onda prizmada bildiyimiz bütün xassələr buna aiddir, bütün xassələr buna aiddir. Yəni sən burada xüsusi bir şey öyrənmirsən. Nə var ki bu düzbucaqlı paraleliped öyrənmək? Buna düzbucaqlı paraleliped deyirlər, bəzən kuboid də deyə bilərlər. Məsələlərdə yadda salacağam, kuboid də deyə bilərlər. Kuboid və ya düzbucaqlı paraleliped. Məsələ işində olsa o sözdən daha rahat danışıq olacaq və beynimizə həkk olacaq. Deməli bu elə prizmadır. Ona görə də buna heç baxmadan, şəklə baxmadan mən deyə bilərəm ki, sən də deyə bilərsən artıq bunu ki, məsələn soruşsa ki, düzbucaqlı paralelipedin neçə dənə təpə nöqtəsi var. Deyirəm, bu otacağı 4 bucaqlıdır da, düz bucaqlı, yəni 4 bucaqlıdır da. Mən də prizmanın təpə nöqtələrinin sayını tapanda 2 vur n üstündən istifadə edirdim. Yəni 2 vur 4, 4 bucaqlı tax oturacaq. Yəni bu 8 dənə təpə nöqtəsi var. Şəkildən də görürük. Onsuz 1, 2, 3, 4, 5, 6 təpə nöqtələrdə 7, 8 dənə təpə nöqtəsi var. Amma biz prizma öyrəndiyiz, biz şəklə baxmadan da deyə bilirik də, onu demək istəyirəm. Və soruşsalar ki, məndən bunun neçə dənə üzü var? Ümumi üzlərin sayısı dənədir. Deyirəm, bu prizma deyil, oturacaq 4 bucaqlı deyil. Prizmanın üzlərin sayını tapanda n plus 2 üstündən istifadə edirdik. Yəni 4, bu 4 bucaqlı daxil, 4 plus 2. 6 üzv. Doğrudan da şəklə baxanda 1, 2, 3, 4, qabaq 5, bir arxa 6. Yəni şəkildən də görürsünüz. Və ya tillərin sayını soruşsalar. Deyirəm, prizmada 3 vur n tüstürü ilə mən tillərin sayını tapırdım. Yəni n də nə idi? Oturacağı nə 4 bucaqlı olduğu üçün 3 vur 4. Deməli 12 dənə til var. Doğrudan da 1, 2, 3, 4 dənə xətt aşağıda, 1, 2, 3, 4 dənə xətt yuxarıda, 1, 2, 3, 4 dənə xətt aşağıdan yuxarıya gedən xəttlər. 4, 4, 4, 12 oldu da. Yəni siz bunları onsuz da bilirsiniz. Mən bayaqdan danışıram. Sadəcə sizi rahatladıram ki, siz onsuz düz bucaqlı paraleliped, yəni kuboidi başqa adıyla su kimi bilirsiniz. Sadəcə artıq prizma və piramidanı öyrənmirsən su kimi. Onu qoy qırağa. Onu su kimi həll edəcəksən. Suallar qabağımıza çıxsın. Burada nə öyrənəcəyik biz? Burada düzbucaqlı paraleliped ilə kubda nə öyrənəcəyik? 3 dənə şey. İkisi üçün də 3 dənə şey. 1. Tillərinin cəmi. Yəni bütün tillərinin uzunluqları cəmi tapılır o. 2. Həcmi. 3. Tam səthinin sahəsi. Vəssalam. Tillərinin cəmi, uzunluqları cəmi, tam səthin sahəsi, həcmi 3 dənə şey. Bunun üçün də, onun üçün də öyrənəcəyik. Yəni burada çətin bir şey yoxdur. Bütün prizmaları soruşa bilər? Yox. Bu 3 dənə sualı ancaq bu ikisi üçün verir. O ümumi prizmalar üçün, ümumi piramidalar üçün bayaq öyrəndiyimiz suallar verə bilər. Təpə nöqtələrin sayını tap, üzlərin sayını tap, nə bilim, təpə, üz, başqa nə olur? Tillərin sayını tap, ancaq bunu soruşar. Amma bu ikisi üçün əlavə olaraq onu da soruşa bilər ki, tillərinin cəmini tap, tam səthin sahəsini tap, həcmi tap. Vəssalam. Keçdik onda vaxt itirmədən bura. Bax, düzbucaqlı paralelipeddə bütün tillərinin cəmini tapmaq üçün düstur 4 vur A, üstə gəl B, üstə gəl C. Rasim, səndən nədə birbaşa düstur yazdım? Təbii ki, mütləq şəkildə bu düsturun harada yandığını sənə göstərəcək ki, məntiqin ömürlük yadında qalsın. Niyə? Çünki bax, bunun uzunluğuna mən A desəm, bax A desəm, bu tilin uzunluğuna. Onda bu til də A-dır da. Çünki bax bura düzbucaqlıdır axı yan üzü. Düzbucaqlıdır da bax burada. Qarşı tərəflər bir-birinə bərabərdir.
Onda bu A-dırsa, bu A-dırsa. Peki buradan baxaq. Bu A-dırsa, burada bir dənə düzbucaqlı var ha. Bunun qarşı tərəfi bu da, bu da A-dır da. Düzdür, burada A-dır. Bu A-dırsa, onda burada bir dənə düzbucaqlı var ya yan üstdə. Bununla bu qarşı tərəf olduğu üçün burada A-dır. Eyni məntiqlə. Onda mən bütöv uzunluğa bura B desəm, onda aşağıda bir dənə belə düzbucaqlı yaranır. Bu onun qarşı tərəfində bax nöqtələr qoydum. Onda buranın uzunluğu B-dir. Düzdürmü? Belə düzbucaqlı kimi baxsam, bax bu düzbucaqlıya, bura B-dirsə, bu da onun qarşı tərəfi olduğu üçün burada B-dir. Üstdəki düzbucaqlıya baxsam, bura B-dirsə, burada B-dir. Keçdim bura, bax bura. Bu tilin uzunluğuna mən C desəm, bilməm neçədir, C desəm. Yuxarı üzdə düzbucaqlı var ya, bu da onun qarşı tərəfi olduğu üçün burada C'dir. Burada düzbucaqlı var ha, bura C olduğu üçün, bu da onun qarşı tərəfi olduğu üçün burada C'dir. Düzdürmü? Aşağıda düzbucaqlı var ha, aşağı üz oturacağı. Burada C olduğu üçün, burada onun qarşı tərəfi olduğu üçün burada C'dir. Yəni baxanda görürsünüz ki, burada 1, 2, 12 dənə til olmur. 12 dənə tilin 4'ü bir-birinə bərabərdir. 4 dənə A var. 1, 2, 3, 4 dənə B var. 1, 2, 3, C'nin bir sanı burada. 4 dənə də C var. Və salam. Deməli, əslində tilləri cəmi. Bax, düzbucaq paralelin tillərinin cəmi nədir? 4 dənə A var. Üstə gəl 4 dənə B. Üstə gəl 4 dənə C. Və burada orta vuru kimi 4'ü mötərizə xaricdən çıxardığında olur 4 vur A plus B plus C. Yəni düstur buradan yaranır. Burada çətin bir şey yoxdur məntiqində dediyim söz. Amma düstur bu qədər sadədir. Düzbucaqlı paralelin bütün tillərini cəmini taplayanda 4 vur A plus B plus C düsturundan istifadə ediyorsun. Məsələn, söz verəcək edəcək ki, eni 5'dir, uzunluğu 3'dir, nə bilim, filan şeyi 4'dir. Yazırsan 5 üstə gəl, 3 üstə gəl 4. 4 vuru da qabağında sual həll olundu. Keçdik ikinci sual neydi? Tam səthin sahəsi. S bərabərdir. Bu dəfə necə yandığını göstərəm, sonra düstur yazacağım bura. Çox asandır o da. Bax, tam səthin sahəsini soruşsa məndən. Deyirəm birinci, başlayayım hardan? Bir dəqiqə, öz xəttimi. Buradan başlayıram, arxadan. Bax, arxada bir dənə düzbucaqlı var ha, arxada. Bax, arxada. Arxa. Bu qabaq hissəsidir. Arxa hissəsindən başlayıram. Bax, o qabaqdan başlayalım. Neyse, arxaya getdim, çıxdım mən. Bax, bu qabaq hissəsi var, ön hissəsi. Bu düzbucağının sahəsi tapmaq üçün mən nə etməliyəm? Eyni A-dır, uzunluğu B-dir. A-nı vurmalıyam B-yə. A-nı B-yə vursam, A vur B. Mən təkcə buranın sahəsini tapıram. Amma bunun arxa üzü də bunun eyni üzdür, arxada olan üzü. Bunun eyni üz olduğu üçün bunun sahəsi AB-dirsə, onun da sahəsi AB-dir. Yəni ikisinin bir yerdə sahələri nə oldu? 2 dənə AB. 2 AB. Mən bütün üzlərin sahələr cəmini tapmalıyam. Tam səthin sahəsi tapmaq üçün 6 dənə üz var. 6'sının da sahələr cəmini tapmalıyam. İkisini tapmışam artıq. Birisi AB-dir, ikincisi də AB-dir oldu 2 AB. Üstə gəl, digərlərini tapmalıyam. Bura baxıram. Bax bura. Bura baxaq, daha rahat görürsənіз. Bax burada bir dənə düzbucaqlı var. Uzunluğu A-dır, eni C-dir. Bunun sahəsi tapmaq üçün A-nı C-yə vurmalı deyirəm. Vuram A-nı C-yə, sahəsini tapdım. Bu AC-dirsə bu üzdə yan üz var. Yəni bununla üzböz olan yan üz. O da AC-dir. Eyni olaraq. Deməli 2 dənə AC. Oldu 2 AC. Üstə gəl. AB, AC nə qaldı? BC. Bax, hardadır bura? Üst üzə baxın. Bunun sahəsini tapmaq üçün uzunluğu B-dir, eni C-dir. B-ni C-yə vursam sahəsini tapıram. Yuxarı üzün. Onda oturacaq da bax, bu oturacaq da onun tayıdır da. Onun qarşı üzü nə olur? Onun sahəsi BC-dir. Onun 2 dənə də BC burada. Və buradan görəm ki, sahə, tam səthin sahəsi tapmaq üçün 2AB plus 2AC plus 2BC üstündən istifadə olunur. Bunu biraz da sadələşdiriblər. Bu hər üçü üçün orta vuruq 2 olduğu üçün 2'ni mötərizə xaricini çıxardıblar. Cavab olub 2 çıxır bayra. Olur AB plus AC plus BC. Və salam. Yəni daha bunu silim. Beyniniz qarışmasın. Bunu izah vermək üçün göstərmişdim. Tam səthin sahəsini tapmaq üçün düstur budur. Və bu da çox asandır. Bu AB, AC, BC sözü çaşdırmasın. 3 dənə tərəfi olmur. Yəni 3 dənə tili olmur. Əslində 12 dənə til olur. Amma 3 dənə fərqli til olur. O birisi də ona bərabər olur. Məsələn, bir nöqtədən çıxan 3 dənə til var. A, B, C. O birisilər hamısı A, B, C-dir. Yəni onu demək istəyirəm. 3 dənə fərqli til olur. Biz o 3 dənə fərqli tilin uzunluğunu bilsəm, məsələn, həlləmiz üçün 2 vurulsun. Bir dəfə A-nı B-yə vuram, bir dəfə A-nı C-yə götürüb AB, AC, bir dəfə də B-ni C-yə. Cüt-cüt bunları bir-birinə vuram. Bu qədər asandır. A-nı B-yə, AB, A-nı C-yə, AC, B-ni C-yə, B-C. Yəni düstur buzuru yadda saxlayacağız. Bu da oldu tam səthinin sahəsi. İndi keçdik həcminə. Üçüncüsü həcmidir. Həcmi tapmaq çox asandır. A vur B vur C. 3 dənə fərqli ölçü olmur. Bunların hamısını bir-birinə vururuq. Yəni en uzunluq hündürlük, düzbucaqlı paralelipedin və ya kuboidin həcmini tapmaq üçün en uzunluq hündürlük. Bax. En uzunluq, bu da hündürlük. Bax. En uzunluq hündürlük. Üçü bir-birinə vurulur. Yəni A, B, C. Vəssalam. İndi keçək kub üçün danışmağa. Kubda çox danışmayacağım. Bunun eynisidir. Sadəcə kubun düzbucağı paralelipedindən fərqi nədir? Kubda bütün üzlər kvadratdır.
Düzbucaqlı paralel düzbucaqlı olur. Burada isə bütün üzlər, bütün hamısı bir-birinə bərabər kvadrat, hamısı bir-birinə bərabər kvadratdır. Yəni kubun bir tərəfinə A-dirsə, bütün tərəfləri A, da yazmıram da hamısı bir-bir A, hamısı A-dır. Onda kubun tilləri cəmi deyəndə çox asandır da. L nəyə bərabərdir? Bunun 12 dənə tili olmur. Yəni prizmanın, dördbucaqlı prizmanın 12 tili var da, bunu bir şəkildən saya da bilərik. 12 dənə tilin 12'si də A-dırsa, 12 dənə A toplayan nə olacaq? 12 A-da çox asandır. Məntiqini bilsən bu düsturu əzbərləməyə ehtiyac yoxdur, ömürlük yadında qalacaq. Çünki 12 dənə tili var və hər biri A olduğu üçün kubun bütün tilləri bir-birinə bərabərdir. Çünki bütün üzləri bir-birinə bərabər kvadratlardır. 12 də A toplayanda olur 12A. Sonra gəlirik tam səthin sahəsinə. Gələk, bu nədir? S. Tam səthin sahəsi tapmaq üçün bütün üzlərin sahələrini cəmi tapmalıyam. Bunun bir tərəfi A-dırsa, bir üzünün sahəsi nə olur? A kvadratı. Çünki bunun üzü kvadratdır axı. Kvadratın sahəsini tapmaq üçün nə edirlər? Tərəfi kvadrat yüksəldirlər. Yəni bu kubun bir üzü kvadrat olduğu üçün bir tərəfi də A-dırsa, bir üzünün sahəsi olur A kvadratı. Bunun 6 dənə üzü var. 6'sı da eyni üzdür. Yəni ki, eyni kvadratlardan ibarət. Bunun sahəsi A kvadratdırsa, o birisinin də sahəsi A kvadrat. Yəni burada 6 ilə A kvadratını toplamalıyam. 6 ilə A kvadratını toplayanda olur 6A kvadratda. Və salam. Bu da oldu kubun tam səthin sahəsinin düsturu. Gəldik həcmə. Həcmi tapmaq üçün bayaq nə dedik? A vur B vur C. N uzunluq hündürlük. Burada bunun eni nədir? A'dır. Uzunluğu nədir? A'dır. Hündürlüyü nədir? A'dır. Burada üçü də A'dır da. Çünki bütün tilləri bərabərdir axı. Yəni burada A vur B vur C olmayacaq. Olacaq A vur A vur A. Hələ bu da A'nın kubu deməkdir də. Yəni A'nı 3 dəfə özü-özünə vuramsa, hələ A'nın kubu deməkdir. Düz deyil? Yəni 3 vur 3 vur 3 nə deməkdir? 3'ün kubu. 5 vur 5 vur 5 nə deməkdir? 5'in kubu. Vəssalam. Prizma və piramidanın nə olduğunu öyrənmisənsə, mən uzun-uzadı danışıram ki, tam aydın olsun sizə. Amma kim istəyirsə əzbərləmək, bir dənə bu 3 düsturu, düzbucaqlı paralelliqdə aid bu düstur, kuba aid bu düsturu. Bu 3 dənə düsturu əzbərləməyiniz kifayətdir ki, artıq fəza fiqurlarının məsələlərinə giriş edək və çox rahat şəkildə onları işləyək. İnanıram ki, video izahı izləyərkən çox böyük probleminiz olmayıb, olubsa mənə sual verə bilərsiniz. Bir də ki, biraz beyninizi gücə verin, əsas mövzu izahlarında. Məsəl üçün, görürsən, beyni yorulub saxla, dincəl, geri ver, tezdən bax, biraz da dincəl. Amma mövzu izahına tam fokuslanaraq bax, məntiqləri tutmağa çalış, düsturları əzbərləməyə çalış, düsturları hansısa məntiqlə yadda saxlamağa çalış. Laf məntiqini tutmamısan, hamımız neyəsə dayanaraq, hansı sözəsə dayanaraq onu əzbərində, o sözə uyğun yadda saxla. Yəni, boş əzbərləsə yadından çıxa bilər. Buna uyğun mövzu izahını tam mükəmməl öyrənin. Çünki növbəti videoda artıq testlərin məsələlərin izahını keçəcəyik. O izahlar sizin üçün daha rahat olsun. Çünki o izahlarda mən sizi yönləndirəcəm ki, mövzu izahına baxmısan, orada demişik ya bunu. Ona görə mövzu izahını çox güc verin, sonra testlərin izahında çətinlik çəkməsiniz. Bu videoluk bu qədər. Diqqətinizə görə çox sağ olun. Sağ olun.